Salam, hər vaxtınız xeyir əziz dinləyicilər. Society of Chemical Engineers podkastına xoş gəlmisiniz. Bu dəfə tamamilə fərqli formatda qarşınızdayıq. İstəyirəm qısa zaman kəsiyində sizi yeni rubrikamızdan tanış edeyim. Özəyini kimya təşkil edən sosial, iqtisadi, texnoloji, ekoloji və bu qəbildən olan mövzulardan söz açacağıq. Birinci buraxılışımızda az bilinən, amma bir o qədər də önəmli olan hadisədən danışacağam. Bu məqalə və rubrika üçün Cəsur Eynullayevə təşəkkürümüzü ifadə edirik. Faciə deyilərkən ağlımıza Sovetlər Birliyində baş vermiş və insan tarixini iz qoymuş Çernobıl faciəsi gəlir. Bəs bu faciədən 2 il əvvəl baş vermiş və zərəri Çernobıldan qat-qat ağır olan Bhopal faciəsi haqqında necə? Eşitmisiniz? Çernobıl haqqında minlərlə sənədli film, video, serial, kitab hazırlanarkən Amerikanın bütün dünyadan gizlətməyə çalışdığı Bhopal faciəsi haqqında cəmi 4 rəsmi kitab və sənədli film var. Bəs bu faciə niyə kapitalistlərin qorxulu yuxusuna çevrilib? Bhopal qaz faciəsi olaraq da adlandırılan Bhopal fəlakəti 1984-cü ilin 2 dekabr tarixində Hindistanın Bhopal şəhərində yerləşən ABŞ-nin Union Carbide şirkətinə məxsus pestisid zavodunun rezervuarlarında baş vermiş sızıntının səbəb olduğu fəlakətdir. Hadisə zamanı 42 ton metil izosyanat qazının sızması nəticəsində 18 min insan həlak olub. 500 mindən artıq insansa qəzadan ciddi zərər çəkib. Bu faciə dünya tarixində qurbanlarının sayına görə ən böyük kimyəvi fəlakət sayılır. Qəzanın əsas səbəbi içərisində 42 ton metil izosyanat saxlanılan Y610 tankına suyun daxil olması idi. Tanka suyun daxil olması çirkləndiricilər, yüksək temperatur və polad boru xətlərindəki dəmirin katalitik təsiri kimi bir sıra amillərin də sürətləndirdiyi kənar eksotermik reaksiyalar nəticələndi. Bu reaksiyalar nəticəsində böyük miqdarda zəhərli qaz atmosferə yayıldı. Siz bir hadisənin dəhşətinə baxın. Metil izosyanat monometilamin və fosgen qazın reaksiyası ilə alınan son dərəcə zəhərli bir kimyəvi maddədir. Xatırladığımız kimi, fosgen qazı 1-ci Dünya müharibəsində kimyəvi silah kimi istifadə edilmiş, ağacəlləri dağıdan və ölümcül təsir olan bir qazdır. Metil izosyanat özü də son dərəcə təhlükəlidir. Havaya yayıldıqda insan orqanizminə sürətlə daxil olaraq gözlərə, dəriyə, tənəffüs yollarına və daxili orqanlara ciddi zərər vurur. İnsanlar qısa müddət ərzində nəfəs almaqda çətinlik çəkir, gözləri yanır və bədənlərində qızartılar yaranırdı. Metil izosyanat karbomat pestisidlərin istehsalında ara kimyəvi maddə kimi istifadə edilir. Bundan əlavə, rezin və yapışdırıcıların istehsalında da tətbiq olunur. Son dərəcə zəhərli və qıcıqlandırıcı birləşmə kimi insan sağlamlığı üçün ciddi təhlükələr yaradır. Havaya yayıldıqda insanın tənəffüs yollarını qıcıqlandırır, öskürək, boğulma, ağciyərlərdə şişkinlik və hətta ölümə səbəb ola bilər. Dəri ilə təmasda olduqda qızartı, yanıqlar və uzun müddətli dəri problemlərinə səbəb olur. Gözlə təması isə ciddi zədələrə və hətta korluğa gətirib çıxara bilər. Uzun müddətli təsir nəticəsində xərçəng riski, sinir sistemi pozuntuları və genetik mutasiyalar baş verə bilər. Bhopal faciəsindən sonra ətraf mühitə və insanlara uzun müddətli təsirlər müşahidə edildi. Qəza nəticəsində minlərlə insan ömürlük sağlamlıq problemləri yaşamağa məcbur oldu. Yeni doğulan uşaqlarda genetik xəstəliklər və inkişaf gerilikləri müşahidə olundu. Ətraf mühit şikləndi və torpaq uzun müddət ərzində zəhərli qaldı. Şirkət isə bu faciədən sonra məsuliyyətdən yayınmağa çalışdı. Zərər çəkənlərə yetərincə kompensasiya ödənilmədi və hadisə dünya miqyasında geniş şəkildə işıqlandırılmadı. Bu cür təhlükəli kimyəvi maddələrin istifadəsi ciddi təhlükəsizlik tədbirləri tələb eləyir. Qapalı mühitə saxlanılması və su ilə təmasın tamamilə istisna edilməsi vacibdir. Fövqəladə hallar üçün təhlükəsizlik protokolu hazırlanmalı və bütün işçilər mütəmadi olaraq bu protokollara uyğun təlimlər keçməlidirlər. Çirklənmənin qarşısını almaq üçün filtrasiya sistemləri tətbiq olunmalı, tullantılar düzgün idarə edilməlidir. Bhopal hadisəsi təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə tətbiq edilmədiyi zaman nələr baş verə biləcəyinin ən acı nümunəsidir. Lakin Bhopal faciəsi bu tədbirlərin yetərincə tətbiq edilmədiyini və kapitalist maraqlarının insan həyatından üstün tutulduğunu göstərdi. Bu faciə bir daha sübut etdi ki, böyük şirkətlərin mənfəət üçün təhlükəsizlik tədbirlərini göz ardı etməsi nə qədər böyük fəlakətlərə səbəb ola bilər. Dünyada hələ də bir çox sənaye müəssisəsi lazımi təhlükəsizlik standartlarını əməl etmir və bu potensial olaraq yeni faciələrin baş verməsi riskini artırır. Bhopal faciəsi böyük korporasiyaların məsuliyyətsizliyi və hökumətlərin onların qarşısını almaqda yetərsiz qaldığı bir nümunə olaraq yaddaşlarda qalmalıdır.